Allah Rəsulu sallallahu aleyhi və səlləmə qəm, qüssə, kədər, sıxıntı üz verdikdə daima Rəbbinə bu cürə dua edərdi. La ilahə illallahul azimul həlim. Əzəmətli, həlim olan Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. La ilahə illallahu rabbul arşil azim. Əzəmətli ərşin Rəbbi Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur. La ilahə illallahu rabbus səmavati vəl ardi və rabbul arşil kərim. Səmaların, yerin Rəbbi və ərşin kərim olan Rəbbindən başqa ibadətə haqqı çatan məbud yoxdur. Allah Rəsulu bu duasına təvhidlə başladı. La ilahə illallahla başladı. Və sonra Allahın bir neçə əzəmətli vəsiflərini burada cəmləşdirdi. Bunlardan biri Allahın rububiyyəti. Rəbb odur ki, nemətlər əta etməklə öz məxluqatını böyüdür, bəsləyir, saxlayır, tərbiyə edir. Və ikincisi Allahın əzəmət və cəlal vəsiflərindən olan Əl-Azim adını burada gətirdi. O da Əl-Azim odur ki, özünə heç bir şey böyük gəlməz. Allah hər bir şeydən əzəmətlidir. Və üçüncüsü, Allahın kərəmlilik və səxavət adlarından vəsiflərini burada gətirdi. Əl-Kərim, Əl-Həlim. Əl-Kərim odur ki, özündən fəzilət olaraq, əlavə olaraq haqlı olmadığın halda sənə əlavə nemətlər verəndir, ikram edəndir, hörmət edəndir. Əl-Həlim odur ki, səni cəzalandırmağa gücü çatdığı halda, qüdrəti çatdığı halda cəzanı vermir, saxlayır. Və sonra Allah Rəsulu burada əzəmətli məxluqların adlarından saydı. Rabbus səmavati vəl ardi və rabbul arşil azim. Səmaların Rəbbi, yerin Rəbbi və əzəmətli ərşin Rəbbi. Biz baxsaq, səmalar hədisdə gəldiyi kimi kürsüyə nisbətdə ki, kürsü ərşin altında ayaq qoyulan, iki ayağın qoyulduğu yerdir. Ona nisbətdə səhraya atılmış bir üzük halaqası boydadır. Və kürsü də ərşə nisbətdə səhraya atılmış bir üzük halaqası boydadırsa, ona nisbətdə, onda səmalar ərşin yanında nə kiçiklikdədir. 7 qat səma, hər səmanın da arasında 500 illik məsafə. Ona görə dedi ki, əzəmətli ərşin Rəbbi. Və sonra desən ki, yaxşı, bütün bunlar hamısı Rəbbi tərifdir və zikirdir, dua harda qaldı? Cavab iki tərəfdən verirlər. Birincisi, bu duanın başqa bir rəvayətdə gəldiyi kimi Allah Rəsulu dua etməmişdən öncə bu zikri deyərdi, sonra dua edərdi və cavab verilməyə daha münasib olanı da odur, məqama uyğun olaraq. İkincisi isə Allah Rəsulu Rəbbindən qüdsi hədisdə rəvayət eləyir ki, Allah deyir ki, bir qulumu məni zikr etməsi, məni tərif etməsi, məndən istəməkdən yan qoyarsa, məşğul edərsə, məndən istəyənlərə verdiyimdən daha fəzilətlisini ona verərəm.